qızlar, hər vaxt necəsiz? Deməli, qızlar bugün biz bir neçə məhsul almalıyıq və eyni zamanda çərəz mağazasına girəcəyik. Bu park bizə yaxın olduğu üçün tez-tez gəlirik bura gəzməyə və əsasən səhərlər idman eləmək üçün gəlirik. İndi gəzə-gəzə gedirik. Məhsullardan çəkdim biletləri ilə bir yerdə. Yay üçün ayaqqabılar da var idi, ketalar da var idi və indirimdə idilər. Və daha sonra çantalar da çəkdim qiymətləri ilə birlikdə. Və daha sonra isə bu stendi çəkdim. Burada da qiymətlər görünür. Hoş geldiniz. Daha sonra mağazaya gidilməsi üçün sadəcə çəkişə icazə verilmədiyi üçün içəridə çəkişi yardım. Və daha sonra çərəz mağazasına girdik. O qədər adam var idi ki, bayram ərəfəsinə görə, ona görə qıraq hissələri çəkə bilmək, stendlər çəkə bilmədim. Ancaq ortada hansı məhsullar qoyulmuşsa, bunları çəkə bildim. Və bu turşuları çox sevirəm. Bəzi yerlərdə 1 manat, 1 manat 50 qəpikdir, amma burada çəkim yanıdır, 50 qəpik, 60 qəpik verən normal qiymətlərdir, qırmalardır. Ayaqlarımız bunlardır. Daha sonra isə qaydırıq evə, parkın içinə. Güllər çox sevdim, rənglərini birlikdə, formaları çox gözəldir. Onun görünüş üçün çəkdim. Baxın rənginə, çox şəffaf, çox gözəl rəngi var. Maşallah. Böyle gidip de Və bu tərəf o qədər gözəldir ki, bu sağ tərəfdə balaca bir xırda park kimi bir hissədir. Çox qəşəngdir orada. Və gəldik, biraz oturduq, dincəldik skamyakada. Daha sonra bu pişiklərin oynamağına baxdıq. Bu ağ pişik bizlə nə qədər yolu gedib. Hər dəfə cümürük ki, yanımızdadır. Yok, çok sağ olun canım. Pişirməsin baxışı. Və daha sonra yolumuza davam edirik. Burada da çox gözəl uşaq atraksiyonları var. Sadəcə hava soyuqluğu çox boşdur. Burada çox uşaq olur, səs olur. Amma indi boş idi. Və pişik hələ də arqamızda gəlir və aldığım məhsulları idi əlimdə olan. Pişik deyəsən bizi çox sevdi. Biz də onu. İndi isə aldığım məhsulları göstərirəm. Çox qəşəng məhsullar var bu mağazada və indirimlər də var idi. Çox keyfiyyətli məhsullardır. Və kremi çəkdim. Bu kremin gecə üçün olan da var. Biz səhər üçün olanı götürdük.
və dezodorantda Garnier'in və pomadadır. Çox qəşəng rəngi var idi. Daha sonra isə kapronlardır və evdəkilər üçün saç rəngi. Və bu kremi təzədən çəkmək istədim. Yəni korobkasından çıxarıb çəkmək istədim. Bu kremdə. Və qızlar, bayramda anamgilə getdik. Anam da paxlava hazırlayırdı. Bu arada çox dadlı çıxmışdı. Və tort alıb getmişdik. Oturduq, ana şəkər burada hazırlamışdı. Oturduq, çayla içdik. Tortu da şəkər bura, biraz meyvə, biraz çay. Daha sonra isə o birisi gün isə anamgil bizə gəldi və bu da xonçalardı. Qoğal idi, badambura idi, paxlava, şəkərburanı isə özü hazırlamışdı. Özü orucuydu, amma yenə də özü hazırladı və çox dadlı idi. Bu da meyvə xonçasıdır, hər meyvədən var. Kividir, banandır, üzümdür, armuddur, portağaldır, mandalindir. Qızlar, bu pankeki hazırlamışdım, ancaq bu pankeki hazırlayanda kanalım yox idi, ona görə çəkə bilməmişdim. Amma indən sonra çəkəcəm nələr hazırlasam və Qədir gecəsində ən gözəl kitabımız Qurani-Kərimi oxudum. Düzdür, bir səsini oxumuşdum. Harda qalmışdımsa, indi davam edirəm. Və yavaş-yavaş çevirirəm səhifələri, çünki saxlayıb oxumaq istəyirsiniz deyə. Bir neçə surəni oxumuşam və çox səbirsizlənirəm ki, davam edəcəm inşallah. Və oxuduğum surələri indi sizə göstərəcəm. Dediyim kimi yavaş-yavaş çəkirəm ki, bəlkə oxumaq istəyirsiniz. Və budur oxuduğum surələr Əl-Fatihə surəsidir, Əl-Bəqərə surəsidir və Əl-Bəqərə surəsinin çox ayələri var. Və hal-hazırda isə bu surədə qalmışam, Əl-Maidə surəsindən. Və demək olar yekunlaşdırmışam. 99-cu səhifəyə qədər gəldim. Bu surələr idi. Və ümumi oradan-buradan çəkdim. Və daha sonra isə imsak etdim, yemək yedim. Səhər-səhər, daha sonra sübh namazı qıldım. Sübh namazından əvvəl 2 rükət namaz qıldım. Daha sonra səcdədə dualar elədim, surələr oxudum, zikir elədim. Zikirdə bildiyimiz kimi 33 dəfə Sübhanallah, 33 dəfə Əlhəmdülillah və 34 dəfə Allahu Əkbər deyilir və ümumilikdə 100 dəfə deyilmiş olur. Qızlar, deməli, mən illərdə namaz qılıram və səhifədə də bəzi surələri paylaşmışam. Və qalan surələri də paylaşacağım inşallah. Çox sağ olun izlədiyiniz üçün. Təşəkkür edirəm. İnşallah ki, ürəyinizcə oldu video. Maraqlı oldu. Gəzdiyim yerlər, aldıqlarım və namazla bağlı, Quranla bağlı paylaşımlar. Çox sağ olun. Allaha əmanət olun. Görüşənədək inşallah.